Salam, mənim sirli, dərin, daxili gücü tüfəngdən və alovdan daha kəsərli olan əziz əqrəblərim və yüksələni əqrəb olan dəyərli dinləyicilərim. Avqust ayının bu möhtəşəm, bərəkətli günlərində göy üzünün sizə göndərdiyi o dərin, mistik və transformasiya dolu mesajlarla qarşınızdayam. Marsın və Plutonun idarəsində olan su elementinin ən alovlu, ən ehtiraslı və yenilməz övladları. Gəlin bir anlıq dünyəvi qayğıları, o iti analitik zəkanızı və hər şeyi, hər kəsi nəzarətdə saxlamaq istəyən daxilinizdəki o güclü idarə etmə hissini kənara qoyun. Ən sevdiyiniz sakit, qaranlıq və rahat köşənizə çəkilin, əlinizə ilıq bir içki alın və görün göy üzü bu 7 gün ərzində sizin üçün hansı sirli qapıları açır, hansı transformasiyaları hazırlayır və hansı böyük qələbələrin təməlini qoyur. Siz əqrəb bürcləri sadəcə bir bürc deyilsiniz, siz həyatın və ölümün, yenidən doğuluşun, küllərindən dirilməyin canlı təcəssümüsünüz. Sizi anlamaq hər kəsin işi deyil. Bir çox insan sizin xarici soyuqqanlılığınızı, sərt qanadlarınızı görür, amma o sərt sirehin altında okeanlar qədər dərin, həssas, sədaqətli və nəhayətsiz bir qəlbin yatdığından xəbərsizdir. Siz yalanı kəyəmlərlə uzaqdan hiss edən, intuisiyası rentgen aparatı kimi işləyən xüsusi insanlarsınız. Bax, bu həftə göy üzünün energetik axını sizin məhz o bənzərsiz intuisiyanızı, psixoloji gücünüzü və strateji zəkanızı maksimum dərəcədə ön plana çıxaracaq. Həftəyə başlarkən bazar ertəsi və çərşənbə axşamı günlərində fokusunuz karyeranızda, peşəkar fəaliyyətinizdə və cəmiyyətdəki mövqeyinizdə olacaq. Siz kölgədə qalmağı, hər şeyi pərdə arxasından idarə etməyi sevirsiniz, amma bu 2 gündə göy üzü sizi diqqət mərkəzinə itələyəcək. İş yerinizdə həll olunmamış, hər kəsin çəkindiyi, düyünə düşmüş məsələləri məhz sizin o soyuqqanlı, iti zəkanız həll edəcək. Liderlik keyfiyyətləriniz, krizisləri idarə etmə bacarığınız həm rəhbərliyin, həm də həmkarlarınızın gözündə sizi bir daha əvəz olunmaz edəcək. Lakin burada çox vacib bir məqam var, gücünüzü insanları təzyiq altında saxlamaq, şübhələnmək və ya hər xırda detalda gizli məqsəd axtarmaq üçün istifadə etməyin. Ətrafınızdakı insanlara qarşı biraz da tolerant olun. Hər kəs sizin kimi dərin düşünə, krizis anında iradəli qala bilməz. İdarə etməni əlinizdə saxlayın, amma bunu qorxu ilə deyil, nüfuzunuz və müdrikliyinizlə edin. Çərşənbə və cümə axşamı günlərinə doğru irəlilədikcə göy üzünün diqqəti sizin sosial çevrənizə, gələcək planlarınıza, dostluq münasibətlərinizə və uzunmüddətli hədəflərinizə yönələcək. Əqrəb hər kəsi dost adlandırmaz, sizin həyatınızda az, amma sınanmış, sadiq insanlar olar. Məhz bu günlərdə dostlarınızla ünsiyyətdə, birgə layihələrdə çox gözəl imkanlar yarana bilər. Sizinlə eyni tezlikdə düşünən, gələcəyə böyük baxışları olan insanlarla bir araya gələ bilərsiniz. Əgər ağlınızda uzun müddətdir gəzdirdiyiniz, amma risk etməkdən çəkindiyiniz bir layihə, sosial fəaliyyət və ya biznes ideyası varsa, bu günlərdə onun təməlini qoymaq üçün addımlar ata bilərsiniz. Həmçinin bu günlərdə daxilinizdə böyük bir ruhi təmizlənmə ehtiyacı hiss edəcəksiniz. Sizə yük olan, enerjinizi soran, səmimiyyətinə inanmadığınız insanları həyatınızdan tamamilə silmək, qapını üzlərinə birdəfəlik bağlamaq istəyə bilərsiniz. Və inanın ki, bu sizin üçün ən doğru addım olacaq. Əqrəb öz həyat sahəsini təmizlədikcə yeni, bərəkətli enerjilərə yer açır. İndi isə gələk o ən alovlu, ən sirli, bəzən insanı cənnətə qaldıran, bəzən də cəhənnəmin dibinə çəkən o möhtəşəm mövzuya, sevgiyə, ehtirasa və şəxsi münasibətlərə. Siz əqrəblər sevgini yarımçıq yaşamağı bacarmırsınız. Ya tamamilə həmin insanda əriyirsiniz, ya da o insan sizin üçün yox dərəcəsindədir. Sizin sevginiz ehtiraslı, qoruyucu, sadiq və çox dərin bir bağdır. Həftənin ikinci yarısı, xüsusən cümə və şənbə günləri şəxsi həyatınızda vulkanik emosiyalar, dərin yaxınlaşmalar və unudulmaz anlar vəd edir. Əgər həyatınızda kimsə varsa, uzun müddətdir davam edən bir münasibət yaşayırsınızsa, bu günlərdə aranızdakı bağ inanılmaz dərəcədə güclənə bilər. Lakin əqrəbin ən böyük düşməni olan o 2 qorxunc duyğuya diqqət etməlisiniz, qısqanclıq və sahiblənmək hırsı. Sevdiyiniz insanı tamamilə idarə etməyə, onun hər addımını izləməyə, keçmişini soraqlamağa çalışmayın. Sübut olunmamış şübhələrlə, öz kafanızda qurduğunuz ssenarilərlə qarşı tərəfi ittiham etmək aranızdakı o müqəddəs etibarı zədələyə bilər. Qısqanclıq gücün deyil, özünə inam əskikliyinin göstəricisidir. Siz isə özünüzə güvənən, güclü bir insansınız.
Cümə günü sevdiyiniz insanı götürün, gözlərdən uzaq, sakit, romantik bir mühitdə vaxt keçirin. Ona zirehinizi çıxararaq daxili qorxularınızı, xəyallarınızı açın. Görəcəksiniz ki, zəifliyinizi göstərmək sizi daha da güclü və sevilən edəcək. Bəs qəlbi boş olan, yanına onun dərinliyinə bəs gələ biləcək, qorxmaz bir ruh axtaran əqrəblər nə etsin? Əzizlərim, şənbə günü sizin o sirli, bənzərsiz cazibəniz pik həddə olacaq. Gözlərinizdəki o dərin baxışlar, duruşunuzdakı gizli güc insanları sizə tərəf çəkəcək. Ətrafınızdakı insanlar sizin yanınızda elektrik axınına düşmüş kimi hiss edəcəklər. Yeni bir tanışlıq, ilk baxışdan alovlanan ehtiraslı bir flört bu həftə sonunun əsas sürprizlərindən biri ola bilər. Bu insan sizinlə tamamilə təsadüfi bir mühitdə, iş görüşməsində və ya mistik, fəlsəfi bir söhbətin gedişatında kəsişə bilər. İlk andan böyük bir ruh yaxınlığı hiss edə bilərsiniz. Tələsməyin, müşahidə edin. Qoyun qarşı tərəf özünü göstərsin. Siz strateqsiniz, ilk kartlarınızı dərhal masaya qoymayın. Həftə sonuna doğru, yəni şənbə və bazar günlərində daxilinizdə böyük bir tənhalıq, mənəvi dincəlmə və özünüzlə baş-başa qalmaq ehtiyacı yaranacaq. Əqrəb bürcləri dövrü olaraq öz mağaralarına çəkilməli, xarici dünyanın səs-küyünü söndürməli və enerjilərini yeniləməlidirlər. Bu həftə sonu böyük, səs-küylü məclislərdən uzaq durun. Evinizdə sakit bir mühit yaradın. Şamlar yandırın, sevdiyiniz mistik, psixoloji və ya detektiv kitabları oxuyun, ruhunuzu oxşayan musiqilər dinləyin. Bəlkə də astrologiya, tarot, psixologiya və ya fəlsəfə kimi dərin mövzularda araşdırmalar etmək sizə çox böyük zövq verəcək. Sağlamlıq və fiziki durumunuza gəldikdə, Əqrəb bürcü astrologiyada reproduktiv sistemi, cinsi orqanları, immuniteti və bədənin təmizlənmə mekanizmalarını idarə edir. Bu həftə immunitet sisteminizə xüsusi diqqət yetirməlisiniz. Daxili stresin, bastırılmış hiss və əsəbin bədəninizdə iltihabi proseslərə, infeksiyalara və ya hormon balansı pozuntularına səbəb olmasına icazə verməyin. Bədəninizdə zəhərli maddələrin yığılmaması üçün bol su içmək, detoks çayları qəbul etmək və təbii qidalara üstünlük vermək çox faydalı olacaq. Həmçinin bədəninizdəki o böyük enerjini boşaltmaq üçün dənizdə üzmək, ilıq duş almaq və ya yüngül idman hərəkətləri etmək sizə çox yaxşı gələcək. Suyun təmizləyici gücündən istifadə edin, axşamlar dəniz kənarında gəzmək və ya su səsinə qulaq asmaq ruhunuzu tamamilə yeniləyəcək. Mənəvi baxımdan bu həftə sizin üçün böyük bir af etmə və bağışlama həftəsidir. Siz əqrəblər sizə edilən pisliyi, xəyanəti illər keçsə də unutmursunuz. O incikliyi, kini daxilinizdə bəsləyirsiniz. Amma unutmayın ki, kin saxlayarkən zəhəri özünüz içirsiniz və qarşı tərəfin ölməyini gözləyirsiniz. Bu həftə sizi keçmişdə incitmiş, haqsızlıq etmiş insanları daxilən bağışlayın. Onlarla dost olmaq məcburiyyətində deyilsiniz, sadəcə o mənfi yükü ruhunuzdan azad edin. Siz azad olduqca, kainat sizə daha böyük qapılar açacaq. Əziz əqrəblər, bu həftə sizə böyük zəfərlər, dərin sevgilər, sarsılmaz daxili güc, ruhani aydınlanma və bərəkət gətirsin. İçinizdəki o alovlu işıq heç vaxt sönməsin. Möhtəşəm, sirli, uğurlu və zəfər dolu bir həftə diləyilə.